Növbəti manqal üçün olan şiş qabımız gəldi. Bu şiş qabının fərqli cəhəti ondadır ki, bunu quraşdırmaq qaydası çox asandır. Yəni bunun 3 dənə belə şurub yeri var ki, istər taxta olsun, istər daş olsun şurublaya bilirsiniz. Manqalın deyək ki, aşağı stol hissəsi olur. Hansı üzərində ət falan doğramaq üçün belə deyək də mərmər falan qoyacağınız ət falan doğrayır. Onun belə aşağı hissəsindən, stol hissəsindən belə şurublaya bilərsiniz ki, belə çox gözəl görsənir. Bu əsasən qapalı məkanlarda istifadə oluna bilər. Belə şişləri rahat formada çıxarda bilirsiniz. Gördüyünüz kimi tam olaraq bura 12 ədəd şiş yerləşir. Yəni sizin də indi şişiniz nə formadadırsa, yəni olar ki 12 yerləşər, olar ki 10 yerləşər. Yəni bu formada, yəni şişləri rahat formada düzəltirsiniz. Burada da yenə 3 dənə asılqan var ki, bura bir gözünə deyək ki, xəkandaz yerləşdirəndə, bir gözünə kömür qıran yerləşdirə bilərsiniz, bir gözünə də belə maşa yerləşdirə bilərsiniz. Bu şişlər, bu maşa, xəkandaz, yəni hamısı ayrı-ayrı aksesuardır. Yəni qiymət olaraq da hər birinin yəni qiyməti fərqlidir. Yəni bu məhsullar da mağazamızda satışdadır. Sizə də bu cür şiş qabları lazımdırsa bizimlə əlaqə saxlaya bilərsiniz. Qiymət olaraq da məhsulun qiyməti çox münasibdir. Bakı ərazisinə, həmçinin əksər rayonlara kargo vasitəsilə çox ucuz qiymətə çatdırılma edə bilirik. Mağazamızda başqa formalı şiş qablar da var ki, Instagram səhifəmizə və YouTube kanalımıza keçid edib o aksesuarlara da baxa bilərsiniz. Məhsulların qiyməti ilə bağlı zəng edə və WhatsApp yazıb məlumat əldə edə bilərsiniz.